Səhnədən kənarın növbəti buraxılışındayıq və bugünkü mövzumuz autizm sindromlu uşaqlardır. Həmsöhbətim isə Pərvanə Qasımova. Xoş gəldin. Salam, necəsiz? Yaxşı. Siz necəsiz? Şükür, yaxşıyıq. Pərvanə, ilk sualım odur ki, ümumiyyətlə autizm nədir? Autizm də əlbəttə ki bir sindromdur. Amma əlavə etmək istəyərdim ki, autizm sindromla mücadilə etmək yox, anlamaq lazımdır ki, belə bir uşaqlarla ümumiyyətlə onları dünyaya necə adaptasiya etmək və onlara kömək etmək ki, bu adi dünyada onların fərqliliyi necə ola bilər. Autizm xəstəlikdir yoxsa fərqlilik? Autizm fərqlilikdir. Yəni ki, autizm uşaqları adi uşaqlardan tipik, atipik deyirlər. Tipik və atipik fərqləndirilən nədir? Onlar sadəcə dünyaya başqa cür baxırlar. Daha da həssas səslər, baxışlar və yaxud şəkillər onlara daha da həssasdır deyə. Ona görə onlar bir fərqlilikdir. Qətiyyən heç bir xəstəlik deyil. Neçə yaşdan etibarən sırf anlamaq olar ki, bu uşaqda autizm var? Uşağa autizm sindromu 1 yaş 8 aydan sonra bəlli olur və nevropatoloq və psixiatr uşağa 1 yaş 8 aydan sonra artıq bu sindromunu qeyd eləyə bilər. Ana bətnində, məsəl üçün müşahidə apararaq anlamaq olarmı ki, bu uşaqda autizm var yoxsa yoxdur? Təəssüf ki, başqa xəstəliklərə baxarkən sırf bu sindrom özünü sırf hamiləlik dövründə göstərmir. Ona görə bəli, uşaq dünyaya gələndən sonra artıq müəyyən bir vaxtdan sonra onu mütəxəssislər qeyd eləyə bilərlər. Ümumiyyətlə Azərbaycanda düşünürəm ki, bu xəstəliyin sayı son zamanlarda daha çox artmağa başlayıb. Bu statistika nə dərəcədə düzgündür, nə dərəcədə doğrudur? Əvvəllər daha çox idimu, yoxsa hal-hazırda biz artıq fərqindəyik ki, və bu sindrom haqqında daha çox məlumatlandırıldığımız üçün anlayırıq ki, çoxdur sayıları, yoxsa necə? Bəli, hər ikinci ailədə və yaxud ailədə hər ikinci uşaqda doğrudan da müşahidə olunur ki, bu sindromlu uşaq doğulur. Bu genetik bir şey ola bilər, yoxsa necə? Bəli, bunun genetik tərəfləri də var. Amma bəzi mütəxəssislər bunu onunla bağlayırlar ki, niyə? Əvvəl məsəl üçün belə uşaqlar daha da az idi, indi daha da çoxdur. Çünki bizim uşaqların aktivliyi çox azalıb. Hava, küçə və yaxud palçıq, nə bilim, müəyyən bir oyun prosesləri yoxdur. Əvvəl yadınızdadır ki, bəlkə də yarpaqdan biz pul düzəldirdik uşaqlıqda. İndi uşaqlarla da məşğul deyirlər və bu həmin o proses baş vermir və yaxud analar çox titizdir uşaqlarına qarşı, çiklənməsin, batmasın. Belə bir şeylər nəticədə uşaqda müəyyən bir nəticələri çıxardır. Yəni kompüter, televizor, telefon, bu kimi şeylər təsir eləyir. Bəli, çox təsir edir. Sırf uşaqlara da yox, biz böyüklərə də təsir edir. Biz passivləşmişik, heç kimlə görüşmək istəmirik, danışmaq istəmirik. Hər şey həll edirik telefonla, onlayn falan. Amma bunu kəşf edən də ki, müəyyən bir şey üçün kəşf etmişdik ki, bizim həyatımızı basitləşdirsin, yəni daha da asanlaşdırsın. Amma ki, nəticədə elə oldu ki, biz artıq passivik, uşaqlarımız da ondan da passivdir. Yəni bir növ həyat tərzi bu sindroma təsir eləyir. Bir növ bəli. Yəni bir növ bəli. Ola bilərmi ki, məsəl üçün qeyd elədin ki, 1 yaş 8 aydan sonra müşahidə olunur sindrom. Ola bilərmi ki, artıq böyük yetişkin insan 20 yaşlarından sonra, 30 yaşlarından sonra anlasın ki, onda sırf autizm spektrləri var. Elə bir şey ola bilər. Sərbəst şəkildə nəzərdə tutursunuz? Yəni, düşünürəm ki, autizmdə pillələri var. Yəni daha sərt formadamı, daha yumşaq formadamı? Yəni yetişkin insan sonradan anlaya bilərmi ki, onda bu sindromlar var, yoxsa necə? Maraqlısı odur ki, sindrom birdir, autizm, amma ki davranışlar və özünü göstərmək çox fərqlidir. Və ola bilər ki, baxırsan ki, bağçada bir qrupda 2-3 uşağın əlamətləri var, sindromlar, autizm əlamətləri var, amma ki çox fərqli şəkildə özünü göstərir. Ona görə bizim də böyüklərin
bəzi təkrarlanma və yaxud hansısa ona oxşar davranışlarımız ola bilər. Amma o demək deyil ki, biz 100% o sindromdayıq. Maraqlısı odur əslində. Ona görə biraz yox. Demədim ki, 20 yaşında bilmək olar ki, o sindrom var yoxsa yox. Sadəcə olaraq əgər bu davranışlar ona heç bir maneçilik törətmirsə, bəli, onda o adaptasiya olur cəmiyyətə, ümumiyyətlə insanlara. Amma ki, bəzi hallarda çox həssas bir nöqtələri var. Məsəl üçün nitq yoxdur da. Hər autizmdə nitq olmur. Bəzilərində olur, bəzilərində olmur. Və hərdən valideynlər fikirləşir ki, əgər nitq yoxdursa, deməli dərhal bu autizmdir. Yox, qətiyyən, yəni ki, qoy valideynlər elə fikirləşməsinlər. Ola bilər ki, asosialdır, kontakta girmir və yaxud səsinə səslənmir, həmən düşünürlər ki, bu əlbəttə autizmdir. Ona görə bu xüsusi məsələlərdir. Həmən dərhal bir uşağa görə o uşaqları gərək qiymətləndirməsinlər. Autizm olan uşaqları uşaq bağçalarında və ali məktəblərdə, orta məktəblərdə digər uşaqlarla bir oxuya bilərlər, yoxsa onların ayrıca bir məktəbləri, ayrıca bir qurumlarda olmalıdırlar onlar? Sırf bizim cəmiyyəti götürsək, bizdə biraz bu məsələ çox həssasdır. Bəzi hətta valideynlər, müəllimlər belə çox belə qəribə davranırlar belə uşaqlarla, bilmirlər necə davransınlar. Hamı yox əlbəttə ki. Amma məsələn xaricdə belə uşaqları sırf qatırlar adi tipik uşaqlara ki, onlar bir cəmiyyətdə olsunlar ki, bəli, qoy onlar da ona öyrəşsin. Onlar da, çünki deyirlər ki, əgər belə uşaqları sırf bir cəmiyyətə bağlasaq da orada inkişaf getməyəcək. Amma tipik uşaqlarla olsa, onda inkişaf gedir, balans yaranır. Səncə, məsəl üçün, tutaq ki, 10 nəfər uşaqdır qrupda və bir nəfər də autizm spektrli uşaqdır. Müəllimə, pedaqoq müəyyən bir praktikadan, tədrisdən keçməlidir, sırf autizmli uşağa yanaşmağı öyrənmək üçün, yoxsa normal tədris planını digər uşaqlar necə tətbiq edirsə, o uşağa da tətbiq eləməlidir? Əlbəttə ki, hər mütəxəssis sırf müəllim olmasa, hətta əlavə olaraq öz peşəsi ilə bağlı, uşaqlarla bağlı hər dəfə təlim alsa o gözəl bir şeydir. Amma ki, mən hətta düşünürəm ki, heç götürməyək atipik uşaqları, götürək tipik uşaqları. Hər tipik uşaq və ya oturmağa meyillidir və yaxud eyni necə dərsi keçirsə, onlar eyni başa düşürlər. Xeyr, hər kəs çox fərqli düşüncə, intellekt səviyyəsindədir deyə fərqli şey. Amma müəllimlər proqramı eyni keçirlər. Çünki sinifdə 35 nəfər olur. Hər kəslə məşğul olmaq da çətindir. Amma ki, individual yanaşma əlbəttə ki, mütləqdir. Çünki mən bir psixoloq olaraq hətta mənim yanıma uşaqlar gəldiyi halda hərəsinə fərqli davranış, fərqli yanaşma olur ki, nəticə başqa cür olur. Çünki hər uşaq oturmağı sevmir, hər uşaq danışmağı sevmir, hər uşaq oynamağı sevmir. Deməli, individual şəkildə ondan istədiyi almaq istəyirsənsə, deməli, yanaşma individual olmalıdır. Cəmiyyətdə autizmli uşaqlar özlərini necə göstərirlər? Necə büruzə verirlər və yaxud özləri necə yer tapırlar, həmyaşıdları ilə necə ünsiyyətə girirlər, adaptasiyalara necə keçir? Onlar fərqlidir deyə, fərqli şəkildə özlərini göstərə bilərlər, ifadə edə bilərlər. Bəziləri çox normalda standart olaraq kontakta girirlər. Onlar üçün problem deyil, amma bəziləri çox həssasdır deyə hərdən çox belə aşırı səsə və yaxud işığa, bəli, başqa cür davrana bilər. Bu halda qarşı tərəf, yəni biz tipik insanlar buna qeyri-adi baxmamalıyıq. Başa düşməliyik ki, qarşımızda həssas bir insan var, həssas bir sindrom var və ona adaptə olub və düzgün şəkildə davranmaq lazımdır. Cəmiyyətdə ümumiyyətlə autizmli uşaqlar aqressiv olur deyə bir fikir formalaşır. Səncə bu nəyə görədir? Çünki onların davranışları biraz əgər tipik uşaq məsəl üçün özünü əldə saxlaya bilirsə, özünü kontrol edə bilirsə, atipik uşaq hərdən onu bacarmır. Ona görə bizdə elə bir şey yaranır ki, əvvəl bu aqressivdir deyə ona görə özünü apara bilmir, istəyir özünü bu şəkildə göstərsin. Amma bu aqressiyadan irəli gəlmir. Bu, bilirsiniz necədir? Bizə məsəl üçün müəyyən bir pribor ver,
biz onu məsələn istifadə edə bilmirik də. Çəngəldir və yaxud qaşıqdır, biz onu bilirik, amma var elə priborlar ki, biz onu məsələn istifadə edə bilmirik. Və onlar da məsəl üçün hansısa bir ona məxsus olmayan emosiya ilə, səslə, ətrafla, mühitlə qarşıladığı halda çaşır bir anda. Ona görə təpkisi biraz qeyri-adidir. Ona görə çünki bu aqressivdir. Yox, aqressiya deyil. O sadəcə olaraq bir anda həyəcanlanır, o həyəcanlı şəkildə bir hızla göstərir. Ümumiyyətlə, məsələn, sənin üçün artıq bu normaldır, çünki sənin peşəndir. Yəni autizmli uşaqlarla işləyirsən, bir psixoloq olaraq sən onları çox gözəl anlayırsan. Amma bəzi valideynlər var ki, bu həqiqətlə barışmırlar, yəni qəbul eləmirlər. Ümumiyyətlə o valideynlərə necə köməklik göstərirsən? Əslində bu mənim üçün həm maraqlı tərəfi, həm maraqlı tərəfdir, həm də ki, həssas tərəfdir. Çünki istərdim ki, Azərbaycanda, Bakıda belə bir məktəb olsun sırf valideynlər üçün. Xüsusi valideynlərin uşaqları üçün və yaxud xüsusi uşaqların valideynləri üçün bir məkan olsun ki, çünki ümumiyyətlə xüsusi uşağın valideyni olmaq üçün çətin bir şeydir, məsləhətli bir şeydir, bəli, və o anda fikirləşir ki, bəlkə mən nəsə yanlış etmişəm deyə mənim uşağım. Mən sizə demək istəyərdim ki, ümumiyyətlə siz heç nə yanlış etməmisiniz. Siz normal, gözəl, yaxşı bir valideynsiniz. Sizin sadəcə missiyanız uşağınızı bu dünyaya adaptasiya etməkdir və siz tək deyilsiniz. Sizin yanınızda mütəxəssislər var, hər zaman müraciət edə bilərsiniz, sual verə bilərsiniz. Bu sizi yəni pis valideyn eləmir. Valideynlər tərəfindən ən çox verilən sual hansıdır? Nə zaman düzələcək? Onun bəzi davranışları var. Uşağın bəzi davranışları var və təkrarlama davranışları var məsəl üçün və yaxud nikti yoxdur. Fikirləşir ki, bu nə vaxt dəyişəcək? Ən çox sual verilən sual nə vaxt dəyişəcək? Yəni psixoloqa gedirəm, loqopedə gedirəm. Uşaq danışmır, nə vaxt danışacaq? Yəni zaman. Valideynlərin əksəriyyəti çox səbirsizdir və həmin dərhal nəticə istəyir. Amma reabilitasiya prosesi dönəmi təxminən 4 aydan sonra başlayır. 4 aydan sonra artıq nəticə görməyə başlayırıq biz. Və əlbəttə ki, bu paralel işləməliyik. O demək deyil ki, valideyn gedib evdə nəsə eləməlidir. Sadəcə olaraq evdə valideyn davranışlarına diqqət etməlidir. Biz də məsələn təlimlə məşğul olaq və bu paraleldə onda nəticə super olur, yaxşı olur. Psixoloq, loqoped işləyir uşağın üzərində. Müəyyən bir tibbi, tutaq ki, dərmanlarmı və yaxud da müəyyən sakitləşdiricilərmi, bu kimi şeylər də təsir edirmi uşaqlara, yoxsa? Əgər nevropatoloq müəyyən bir dərman müalicəsi yazıbsa, onu verirsə, bəli, paraleldə nevropatoloqla bir yerdə psixoloq işləyəndə orada nəticə yaxşı olur. Amma bəzi valideynlər ümumiyyətlə nevropatoloqlara getmirlər. Səbəb? Düşünürlər ki, yəni lazım deyil, mənim uşağıma gərəksiz bir preparatlar verəcək. Amma ki, beyin üçün qidalanma lazımdır. Yəni bu preparatlar onun üçün yaranır ki, beyin qidalansın, inkişaf etsin və təlim də daha da tez getsin. Nəticə versin, bəli. Qidalanmanı bəzən eşitmişəm ki, belə bir şeylər, qidalanmanın da autizm uşaqlara təsiri var. Mədə bağırsaq sistemi, bu kimi şeyə nə deyərsən? Yəni var, bəli, var elə bir teoriya ki, doğrudan da uşağın gluten yeməyi, şirin şey yeməyi və ağ məhsullar yeməyi doğrudan təsir edir və hətta var elə sırf nevropatoloqlar ki, elə bir şeylə işləyir ki, deyir ki, əgər bunu tam olaraq kəssən, doğrudan uşaq başlayır dəyişməyə. Nəticə varmı? Bəli, bəzi valideynlər deyir ki, doğrudan da eləmişəm, diyeta tuturmuşam uşağımı, bəli, və nəticəni görmüşəm. Ümumiyyətlə, autizmli uşaqlar gələcəkdə müstəqil həyat qura bilərmi? Məsəl üçün, baxın, bu Down sindromu götürsək, onları dünyaya adaptasiya etdiyi halda onlar həm işləyə bilir, düzdürmü? Həm də ki, adi bir insanla ünsiyyətə girə bilir və bəzi mütəxəssis tərəflərdən də var elə bir versiya ki, həqiqətən onları dünyaya adaptasiya etsək, ola bilər ki, standart insanlar kimi o davranışı etməyəcəklər, eyni şey yarada bilməyəcəklər, amma ki, öz dünyalarında çox uğurlu ola bilərlər, bəli. Onların güclü tərəfləri hansılardır? Məsəl üçün, digər uşaqlardan, digər insanlardan fərqləndirən. Sırf həyata baxış bucaqları fərqli olduğuna görə, yoxsa necə?
Güclü tərəfləri. Güclü tərəfləri. Məsəl üçün düşündüyümə görə Einstein də elə bilirəm ki, Einstein də autizm spektrli olub. Deyirlər hə, yəni onda da olub. Dahidir. Onların mən düşünürəm ki, əgər adi biz tipik insanların hisslərimiz daima qapalıdırsa, içimizdədirsə, onlarda əksinə, yəni onlar bütün hisslərini, ümumiyyətlə düşündüklərini çox açıq şəkildə göstərən bir insanlardılar. Düşünürəm ki, incəsənətdə də onlar çox yaxşı aktiv şəkildə özlərini biruzə verirlər. Sırf duyumları, hissləri güclü olduğuna görə musiqi sayəsi və yaxud hansısa alətlə çalmaq məncə onlarda daha yaxşı və diqqətli alınır o. Çünki mən qarşılaşdığım bəzi uşaqlar var. Həqiqətən də həm riyazi biliklərində güclüdülər, eyni zamanda da musiqi alətlərində də ifa edirdilər. Autizmli insanlara ümumiyyətlə cəmiyyət olaraq necə dəstək ola bilərik? Anlayış, mən düşünürəm ki, biz istərsəməz onlardan daha da çox bilirik və bizim indi ola bilər ki, onlar bəzi hallarda tam olaraq çox şey anlamırlar, amma çox şey hiss edirlər. Amma biz həm hiss edirik, həm də anlayırıq. Ona görə bizim missiyamız onları anlamaqdır. Onları necə var elə qəbul etməkdir və onlara belə təcrübəli baxıb qınamamaq deyil. Seçməməliyik, yəni onları uzaqlaşdırmamalıyıq özümüzdən. Autizm haqqında hamının bilməli olduğu bir şey varmı? Ki, məsəl üçün hər kəs onu mütləq şəkildə bilməlidir. Autizm, bəzi valideynlər fikirləşir ki, autizm hava ilə, su ilə keçən bir şeydir və hərdən öz uşaqlarını el uşaqlardan uzaqlaşdırır, məsəl üçün harandasa bir yerdə oynayanda falan. Amma ki, bu elə bir xəstəlik deyil ki, siz fikirləşirsiniz ki, əgər mənim uşağım da ondan ünsiyyət qurduğu halda ona da keçəcək. Bunu bilməlisiniz, birinci. İkincisi, əgər siz nəyisə bilmirsinizsə, bu barədə məlumat toplamağa olar, soruşmaq olar da. Və üçüncü mənə gəlir ki, biz müəyyən bir cəmiyyətdə yaşayırıq, artıq 21-ci əsrdir və bu dönəmdə biz yəni sadəcə istəmək lazım, nəsə öyrənmək və nə üçün bu lazımdır? Çünki biz birimizə daima anlayışlı olmalıyıq da məncə. Çünki biz axı insanlarıq və insan insana bir-birinə dəstək olmayanda kim olacaq? Və biz də uşaqlarımızı gələcəkdə artıq öyrətsək ki, anlayışlı, əgər qarşında xüsusi bir insan və ya xüsusi sindromlu, sırf autizm olmasın, gəl ümumi danışaq, Downlu olsun, əlil olsun, buna belə, vau, bu nədir, baxmaqla deyil, yəni ki, buna bir anlayışla yanaşmaq olar. Ona düşünürəm ki, ondan sonra bizim cəmiyyətdə çox şey dəyişə bilər, uşaqlarımız da çox dəyişə bilər. Valideynlərə tək bir mesaj vermək istəsən, hansı mesaj olardı o? Mən deyərdim ki, siz yorulmağa ixtiyarınız var. Sizin nəyisə bilməməyə ixtiyarınız var. Sizin dəstək istəməyiniz ixtiyarınız var və bu normaldır. Yəni buna görə siz özünüzü günahkar hiss eləməməlisiniz ki, niyə sizin uşağınız belə bir sindromla dünyaya gəlib? Düşünürəm ki, valideynlər bunu qəbullansalar, uşaq üçün də daha rahat olar. Çünki valideynə ilk öncə səbr lazımdır. O səbr eyni zamanda uşağa da ötürür. İlk öncə onu anlamalıdır deyə düşünürəm. Biz dünyaya xüsusi sindromlu uşaq gətirmək, heç sırf yenə deyək, ümumi danışaq, autizm olmasın, Down olsun, əlilli uşaq olsun, həmin dərhal sanki valideynə bir hiss yaradır ki, mən fərqlənirəm o birisi valideynlərdən və əlbəttə ki, onu pillə olaraq özünü aşağı pilləyə qoyur. Çünki əgər mən yuxarı pillədə olsam, mənim həyatımda hər şey yaxşı olmalıdır. Amma bu yanlış düşüncədir. Çünki insan həyatda hər bir hisslə, hər bir situasiyadan qarşılaşa bilər və onu nə pis eləyir, nə də yaxşı eləyir. Bu sadəcə bir situasiyadır. Qaldı ki, sizin ətrafınızda olan insanlar ona qarşı necə münasibət bəsləyirlər, o insanların problemidir, o sizin probleminiz deyil. Sizin əsl məsələ
uşağınızı sevmək və onu necə şəkildə var qəbul etmək. Mən həmişə deyirəm ki, təsəvvür edin ki, bizim qolumuz yoxdur, biz dünyaya qolsuz gəlmişik. Biz o qolla savaşmırıq da, biz deyirik ki, biz demirik ki, ay qol niyə yoxsa, niyə yoxsa. Biz öyrəşirik və adaptasiya oluruq. Burada da elə, əgər bizim dünyamızda belə bir insanlar varsa, biz deməməliyik, niyə belə uşaqlar var? Biz onlara adaptasiya olmalıyıq. Mən düşünürəm ki, ən asan yol elə budur məncə. Barışmaq və onunla yaşamağı öyrənmək, eyni zamanda və onun da yaxşı tərəflərini axtarmaq, bəli. Dedin ki, məsəl üçün yaxşı olardı ki, valideynlər üçün ayrıca bir kursmu və yaxud da onları yönləndirəcək bir mərkəzmi olsun. Amma bəzən olur ki, bağçalarda və digər qurumlarda valideyn görüşü keçirilir, məsəl üçün həftə sonları, amma çoxsu məhz sindromu olan uşaqların valideynləri təəssüf ki, bu seminarlara qatılmırlar. Sizcə bunun səbəbi nə ola bilər? Bəli, yəni olub ki, mən mərkəzlərdə işləmişəm və mərkəzlərdə həftə sonu bir cəmiyyət qurublar və müəyyən bir mövzu qoyublar və valideynləri çağırıblar. Bəlkə suallar versin mütəxəssisə falan. Çox nadir hallarda kimsə gəlir, 1-2 nəfər. Problem bir neçə ola bilər. Ola bilər ki, valideyn utanır. Ola bilər ki, o qədər də qəbul eləmir, bəlkə o qədər də önəmsəmir, yəni problemi. Çünki bilirsiniz, psixologiyada çox gözəl bir sindrom var. İnkar. Mən görmürəm, hiss etmirəm. Demək ki, o yoxdur. O yoxdur, bəli. Və amma mən sizə məsləhət görərdim. Əgər həqiqətən mütəxəssis buna vaxt ayırırsa, sizi çağırırsa və bu barədə sizə ətraflı danışmaq istəyirsə, siz müəyyən bir suallarınızı sizi narahat edən, sizi təşvişə salan suallarınıza cavab verə bilərsiniz və rahatlıq tapa bilərsiniz ən azından. Ona görə dəyərləndirin. Yəni bu çox vacib olan bir şeydir. Dedin ki, Avropada autizmli uşaqları digər uşaqlarla birgə məktəbə qədər müəssisədə yerləşirlər, bir yerdə tədris edirlər. Bizdə Azərbaycanda düşünürəm ki, amma ildən ilə biraz da olsa inkişaf eləyib bu. Çünki 5 il, 10 il öncəyə baxsaq, bu sindromu ümumiyyətlə valideynlər qəbul eləmirdi. Zamanla artıq psixoloji mərkəzlər açıldıqca, valideynlər maarifləndikcə, internetdə bu onlarda məncə bir sakitləmə yaratdı. Elə deyilmi? Yoxsa ildən ilə daha da çətinləşir, daha da aqressivləşir bu forma? Mənim sırf öz təcrübəmdə olub ki, bəzi valideynlər inkar eləyib, yəni mücadilə eləyib və yaxud mübarizə aparıb. Amma mənim vaxtdan sonra razılaşıb və artıq yendirəm adaptasiya olub həmin o gününə, ayına və yaxud o günlərinə ki, ümumiyyətlə necə olacaq və nə edəcək. Düşünürəm zamanla, bəlkə də faiz dərəcəsində az olsa da, amma zamanla artıq da bəzi valideynlər adaptasiya olub və yaxud razılaşacaqlar sindromla və artıq onların da həyatı onlar üçün daha da asanlaşacaq, bəli. Amma onlar hələ də düşünürlər ki, əgər birdən razılaşsam və yaxud necə var ilə qəbul etsəm, bəlkə də xəyanət eləyərəm birdən özümə və yaxud mücadiləm dayanır, mübarizəm dayanır. Amma yox, sizin mübarizəyə, ümumiyyətlə razılaşmağa heç bir şeyi yoxdur. Yəni ki, bəli. Gecikmiş forma. Məsəl üçün, bəzi olur ki, valideynlər artıq uşağın 5 yaşı var, 6 yaşı var, 7 yaşı var. Onlar sənə hansı formada gəlirlər? Məsəl üçün, biri var zamanında üstünə düşəsən, yaxınlaşasan mütəxəssisə. Bir də var ki, gecikmiş forması. Bəli, hərdən valideyn məsələn 1 yaşı var uşağın, həmin dərhal soruşur. Keçən dəfə bu barədə sual verildi. Dedim ki, əgər narahatsızsa, nə qədər tez müraciət eləyərsiniz mütəxəssisə, o qədər də tez nəticə alarsınız. Sindromu psixiatrlar və nevropatoloqlar qoyurlar, psixoloqlar sindromu qoymurlar. Amma əlbəttə ki, nə qədər tez nə isə mübarizə aparsaq, o qədər nəticə tez olar. Amma gec gələn valideynlər əlbəttə ki, bəzi şeylər artıq qaytara bilmirik deyə artıq olan şeylə, olan situasiya, barışmaq və yaxud
Siz indi müəyyən bir yaşda da onun davranışı və yaxud bacarıqları var da, heç olmasa o sayədə, yəni onun ən azından nəyisə öyrətmək, cəmiyyətə adaptasiya bəli. Valideynlər ilk hansı əlamətlərə fikir verməlidirlər? Yəni hansı əlamətlər onlar üçün artıq bir sos siqnalıdır? Əgər uşaq sizlə kontakta girmək istəmirsə və yaxud sensor problemi var, məsəl üçün nə ilənsə hansısa bir toxunuşla belə təmasa girmək sevmirsə və yaxud səsinə səslənmirsə, göz kontaktı qurmursa, məsələn siz biraz düşünməlisiniz ki, məsəl üçün bəlkə burada nəsə var və mütəxəssisə müraciət eləmək olar. Məsəl üçün 1 yaş 8 ay dedik ki, bu yaşdan sonra bilinir sindrom. Erkən yaşlar, məsəl üçün 1 yaşdan daha tez, 7 ay, 8 ay, o vaxtda da bilmək olur, yoxsa necə? Məsəl üçün həkimlər, pediatrlar çağırırlar, ora bax, məsəl üçün bu nöqtəyə bax, bu kimi yerlərdə, yəni Siz o qədər valideynlər deyib ki, məsəl üçün 2 yaşına kimi uşaq o qədər normal inkişafı gedir və heç nə hiss eləməmişəm. Doğrudan da ola bilər ki, 2 yaşına kimi həqiqətən inkişaf gedir, sonra dayanır və həmin o 2 yaşdan sonra artıq inkişaf getmir deyə artıq uşaqda fərqlilik görməyə başlayırlar. Uşaqlar bununla doğulurlar dünyaya. Bəli. Bu spektrlə dünyaya gəlirlər. Bəli, sadəcə müəyyən bir vaxtdan sonra artıq davranışlar dəyişdiyi halda dəyişmir və uşaqda hiss olunur ki, yəni nəsə dəyişikliklər var. Çox vaxt məhz bu andan etibarən valideynlər özlərini günahlandırmağa başlayırlar ki, görəsən mən nəyi səhv elədim ki, indiyənə kimi hər şey yaxşı idi, bundan sonra yanlış oldu. İlk öncə qidalanmasımı və yaxud da olur o yaşlı uşaqlar ümumiyyətlə çox kritik dönəmdədirlər. Məsəl üçün kravatdan yıxıla bilərlər, başları dəyə bilər. Düşünürəm ki, onu da düşünən valideynlər var. Bəzi valideynlər ümumiyyətlə düşünür ki, peyvənd qoyublarsa, məsəl üçün uşağa peyvənd eləyiblərsə, bəli, onun təsiridir. Əlbəttə ki, bunların hamısının öz yeri var. Yəni peyvəndin də reaksiyası ola bilər. Bəli. Amma bu demək deyil ki, həmin peyvənd oldusa, uşaq həmin autizm oldu. Yox, qətiyyən. Və yaxud bəlkə mən hamiləlik dövrü düzgün yeməmişəm, düzgün içməmişəm, nəsə qəbul etməmişəm deyə. Yox, bunlar hamısı, yəni siz əgər bir situasiya, hadisə baş veribsə, onların niyə olub sualı vermək artıq lazım deyil. Siz düşünməlisiniz ki, mən artıq bu situasiyanı necə dəyişə bilim və nə etməliyəm bunun üçün. Mən hər zaman sadəcə valideynə deyirəm ki, əgər siz burdasınızsa, mütəxəssisə gəlmisinizsə, mücadilə aparırsınızsa, bugünkü gündə bunu bacarırsınız, bunu edin. Yəni ki, artıq keçmişə, gələcəyə nə olacaq 5 ildən sonra, 10 ildən sonra düşünməyə dəyməz. Autizm sindromlu uşaqların valideynlərinə buradan nə deyə bilərsən? Sonda olaraq. Deyə bilərəm, siz tək deyilsiniz. Siz özünüzü günahlandırmayın olduğunuza görə. Yəni deyirəm, siz yorula bilərsiniz, siz tükənə bilərsiniz. Bu insanlıq halidir. Sadəcə hər bir zaman dəstək istəyə bilərsiniz. Bu sizin haqqınızdır deyə düşünürəm. Aynen. Çox sağ ol Pərvanə, gəldiyin üçün. Düşünürəm ki, çox maraqlı mövzu haqqında bugün danışdıq. Sizi sağ olun dəvət etmək üçün. Növbəti dəfə görüşərik. Bugünkü podkastımız sona çatdı. Növbəti podkastlarda görüşənədək.